Deməli, bir qardaşımız da çiğ köftə yarışına gəlib. Bu 15 sıxım çiğ köftəni 2 dəqiqə ərzində yeyə bilsə, bizdən 100 manat qazanacaq. Qardaşım, adın nə oldu? Adım Kamaldır. Hardan gəlsən Kamal? Buradan gəldim. Bura haradır? Xalqlardan durub gəldim. Hə, buradan da xalqlara qucaq dolusu salam olsun. Yeyə biləcəksən səncə? Neyim? İnşallah deyirəm. Sayğac burada, gözdə motivasiya üçün sənə bir sehirli bir şey çıxardım. Bunu da qoydum bura. Hazırsan? 3, 2, 1, başla. Ya onları yemək məcburiyyətində deyilsən. Sən əsas ora bax, mən 10 saniyədən bir deyəcəm sənə. Göründüyü kimi hansat deyil, hə? Yapışır boğaza. Sənə mən 1 dəqiqə də artıq verirəm. 3 dəqiqə. 1 dəqiqə də artıq verirəm, 4 dəqiqə ye. Bundan ayına neyiniyim? Bunun 10 dənəsini 52 saniyəyə yeyənlər var, 48 saniyəyə yeyənlər var. Bunu gəlib balaca-balaca dişləyib udmalısan. Özünə güvənən varsa, mən yeyə bilərəm deyən varsa, buyursun gəlsin.